Salam, axşamınız xeyir. Deməli, bugün sizə nədən ötürü çəkiliş edirəm? Bütün yerlərdən şəkillər atılır mənə, alça ağacından, pomidorlardan, açıq sahə pomidorlarından, tərəvət bostançılıqdan, şaftaldan, almadan, armuddan, badımcandan, xurmadan müxtəlif şəkillər atılır və əksəriyyətində də problemlər həqiqətən ciddi problemlərdir. Məsələn, belə deyək ki, pomidorda ətin suluqlanması, daxildən yumşalaraq boşalması və tuluğa bənzər görünüş alması. Təxminən 99% bu məsələlərin fizioloji patologiya nəticəsində yaranır. Diqqət etsəniz, bu hal istənilən xurmalarda ötən il xurmalarda görünürdü və ondan qabaqçı ildə həmçinin. Yəni ciddi şəkildə təsərrüfatlara zərər vurdu. Bu tip xəstəliklərin ən təhlükəlisi və həll edilməz olanı, tərəvəz üçün həll edilməz, bostan üçün həll edilməz olanı əsasən bakteriyal yumşaq çürümədir. Yəni Erviniyadır, Paktobakterium kimi xəstəliklərdir. Bu niyə həll edilməzdir? Ona görə ki, bu xəstəliklər əsasən yüksək dozda mis-sulfatla həll edilir. Bu dozada əsasən ağaclar üçün uyğundur. Birillik tərəvəzlərdə bunu həll etmək olmur. Çünki həmin doza bitkinin özü üçün təhlükəlidir, amma məhsulun haradasa 60-70%-ni qutarmaq olur. Onu da aşağı doza mis-sulfatla bir dəfə dərmanlamaq lazımdır. Daha sonra da kalium verməklə vəziyyətə nəzarət etmək lazımdır. Niyə kalium? Çünki kalium fotosintezi dəstəkləyən tədbirdir. Bunu paylaşacağım ümumiyyətlə. Bu günlər o mövzuların hamısına toxunacam. Erviniya bütün gövdəni məhv edən bir bakteriyadır. Daxili toxumaları yumşaldıb maye halına salır. Meyvələr çürüyür, çöldən azca qırmızı görünsə də içi boş və sulu tuluq kimi pomidorlar vurur və eyni zamanda bunu təyin etməyin ikinci üsulu çox pis qoxu verməkdir. Qarşısını almaq üçün suvarmanın düzgün aparılması, nəmliyin azaldılması, mis tərkibli fungisit, bakterisitlərdən istifadə etmək bu problemi azaldır. Əsasən mis-sulfat lazımdır. Olmasa mis-hidroksit və mis-oksixlorid də ola bilər. Amma onlar az iş görür. Çünki burada əsas işi görən mis-sulfatdır. Bəzi agronomlar da bunun blossom and root deyilən bir olduğunu, yəni belə deyək, o xəstəlik olduğunu düşünüb, ona uyğun tədbirlər görməyə çalışır və bu çox yanlışdır. Blossom and root, yəni gec dövrdə ciddi kalsium çatışmamazlığı deməkdir. Bu da eyni ilə içi tuluqlanmış meyvələrin görünüşünə bənzər bir patologiya qoyur ortaya, amma bu Erviniya qədər ciddi zərərli həddə olmur. Yəni qabıqda hər hansı bir xarici çatlaq, qaralma müşahidə edilmədən bu şəkildə tuluqlaşma ola bilir. Kalsium əslikliyi də amma kalsium əslikliyində bilirsiniz də, yəni kalsium əslikliyi elə şey demək deyil də, yəni ucunun qaralması demək deyil. Gec kalsium əslikliyi belə bir hallarda baş verə bilir. Gec kalsium əslikliyində, yəni belə tuluqlanma da baş verə bilir. Yəni demək istədiyim bunu bu şəkildə anlayıb, bu şəkildə də tədbir görənlər var. O tamamilə işin əksinədir, işin xeyrinə deyil, əksinədir tamamilə. Kalsium, yəni gec kalsium əksikliyindən səbəblərdən biri çox az su verməkdir. Ya da torpaqdan, ancaq torpaqdan veriləcək yüksək miqdarda kaliumdur, magneziumdur, onlar səbəb olar və ya eyni zamanda yüksək natriumlu torpaqlarda ola bilər. Və yaxud da eyni zamanda yüksək miqdarda azot da eyni problemə səbəb ola bilər. Amma o halda bitkilərin vegetativ, yəni yarpaq və gövdəsi iri olur, yəni amonium çoxluğundan. Yəni yaxşı inkişaf etmiş olur və meyvələrdə problemlər ola bilər. Birinci halda, yəni magnezium, kalium verildiyi halda və yaxud natriumlu torpaqlarda vegetativ inkişafda zəiflik olur. Amma amoniumun çoxluğunda vegetativ inkişaf həddən artıq gözəllik müşahidə olunur. Yəni demək, fərqləndirmək üçün deyirəm. Çox miqdarda pH salıcılardan da istifadə edərkən bu hal baş verə bilir. Çünki aşağı pH-larda ehtiyac olmayan torpaqlar var, məsələn, gətirirlər pH salıcılardan istifadə edirlər və yaxud dolomitlərdən istifadə olunur. Ehtiyac olmayan torpaqlarda da bu kalsiumun sovrulmasını çətinləşdirir, çünki pH aşağı salır. Tərəvəzlərdən danışmağıma baxmayaraq, günəş yanıqlığı səbəbindən almada, armudda artıq Erviniya kök salıb və bütün bağlarda Erviniyanın izlərinə rastlaşmaq mümkündür. Və nə qədər bağlarda məhz Erviniya səbəbindən ləğv edilib, sökülüb. Erviniya, yəni günəş yanıqlığı çətin xəstəlikdir, amma yaranma səbəbləri bəsitdir. Bitkilər ümumiyyətlə 38-40 dərəcədə fotosintez edə bilmir və bu enerjisizlik səbəbindən də yaranan problemlər başlayır. Və bu problemlərdən biri də Erviniyadır. Və yaxud da Paktobakterium. Temperatur 38-42 dərəcədə
dərəcədən yüksək olduqda bitkilərdə fotosintez prosesi ciddi şəkildə azalır və dayanır. Bu yalnız fiziki enzimatik deyil, həm də mikrobioloji və metabolik səviyyədə dəyişikliklərə səbəb olur. Bunu mikrobioloji dəyişikliklər və enerji təminatı baxımından addım-addım izah etməyə çalışacağım. Diqqətli bir şəkildə dinləsəniz, biraz çətin də mövzu olsa, yəni bir şəkildə problemi anlamaq lazımdır. Problem anlaşıldığı halda həll eləmək yolları asanlaşır. Yüksək temperaturda Rubisko enzimi, yəni Rubisko fermenti aktivliyini itirir. CO2 fiksasiyası azalır. Karbondioksit fiksasiyası azalır. Stomatalar bağlanır, karbondioksitin girişi dayanır. Fotosistem 2 zədələnir, işıq mərhələsi pozulur. Yəni işıq mərhələsi o demək ki, fotosintez pozulur bitkidə, hətta sıradan çıxır belə deyim. Nəticədə nə olur? ATP, NADPH sintezi dayanır, fotosintetik enerji təminatı sıfıra inir. Bitki qısa desək enerjisiz qalır. Fotosintezin dayanması və ciddi stres şəraiti bitkinin rizosfer mikrobiomu və daxili endofitləri ilə əlaqədə dəyişikliklər yaradır. Endofit mikroorqanizmlərdə anormallıqlar yaranır. Məsələn, ACC diaminaza sintez edən bakteriyalar aktivləşir, etilenin səviyyəsini bitkidə yüksəldir. Hüceyrə ölümü az olsa da, etilenin çoxluğu xırda meyvələrdə intensiv yetişməni başladır. Yetərincə şəkər, likopen və sair maddələr olmadığından çal meyvə yetişmək üçün məcburdur suluqlanır. O şəkildə yetişdirə bilir bitki meyvəsini. Yəni çünki həmin vaxtda yetiş komandası verirsə ağac, onun şəkildə likopensiz, yetərli miqdarda şəkər olmadan karolyoku məsələn tuluqlayıb tökəcək yerə də, yəni bu şəkildə yetişdirəcək. O əslində ağacın karolyoku yetişdirmək şəklidir. Sonra məsələn trihaloz, glisin betain sintez edən endofitlər də aktivləşir. Osmotik stres ciddi şəkildə tənzimlənməz hala gəlir. Fotosintez dayananda kökdə eksudasiya dayanır. Yəni karbonun ifrazı olmur deyəcək qədər yox olur da. Yəni belə deyək, karbon ifrazı konkret olaraq olmur. Bunu karbonu zaten almalıdır ki, verə. Bu da faydalı mikroorqanizmaların, PGPR, mikoriza kimi bakteriyaların, göbələklərin qida mənbəyini azaldır. Bitki və faydalı mikroorqanizmaların əlaqəsi bitir.